Salam, hörmətli tamaşaçılar. Bugün biz sizi Şüştər muğam dəstgahı ilə tanış edəcəyik. Mən əvvəl onu deyim ki, Şüştərin mənası dünya, kainat deməkdir. Şüştəri uşaq, orta ixtisas musiqi məktəblərində, eləcə də ali musiqi məktəblərində, xüsusilə bu yaxınlarda yeni açılmış Milli Konservatoriyada tədris edirlər. Yəni, bu muğamı həm xanəndələr, həm də instrumentalistlər, tar çalanlar, qanun çalanlar, kamança çalanlar ifa edirlər və onları əsas xüsusiyyətlərini mənimsəyirlər və sonradan isə xalqa çatdırırlar. Lakin bu məsələ də aydındır ki, çox zaman şüştəri kamança alətində ifa edirlər. Yəni, kamança vasitəsilə o, radyo dalğalarında, mavi ekranda, açıq konsertlərdə səslənir. Çünki kamançanın səslənməsi məhz şüştər üçün yaranmışdır. Elə bil ki, şüştər kamançada ifa olunmalıdır. Və həmişə kamança çalanlara deyəndə ki, hansı muğamı ifa eləmək istəyirsən, ilk növbədə deyirlər şüştər muğamını ifa etmək istəyirlər. Çünki kamançada şüştər yüksək səviyyədə çox gözəl, ehtiraslı səslənir. Xanəndələr isə bunu az ifa edirlər. Bunun da səbəbi vardır. Bilirsiniz ki, xanəndə oxuyan zaman tarın bütün diapazonundan istifadə eləməlidir. Ancaq şüştərdə bəm registr yoxdur. Birbaş orta registrdən başlanır və zil registrə çıxır. Özdəki yüksək keyfiyyətli, çox mərtəbəli şakraq zəngülələr vurmalıdır. Bundan əlavə onun möhkəm vokal texnikası olmalıdır. Bununla bərabər şüştər muğamını da yüksək səviyyədə bilməlidir. Başqa muğamlar kimi şüştər də müəyyən kökə əsaslanır. Azərbaycanda bir neçə məqam, lad var ki, onların əsasında muğamlar oxunur. Məsələn, ras muğamı və onun ailəsinə daxil olan digər muğamlar, mahur hindi, orta mahur, bayəti qacar, qatar, bunlar hamısı ras ladına əsaslanırlar. Şüştər də məhz şüştər ladına əsaslanır və şüştər ladı üzərində qurulmuşdur. Şüştərdən başqa bu ladda zərb muğamlar da vardır ki, onlar da şüştər ladına əsaslanırlar. Bunlar hansılardır? Heydəri və oxşarı zərb muğamları. Eyni zamanda şüştərə daxil olan təsniflər, rənglər, dəramətlər məhz şüştər məqamına əsaslanırlar. Əgər biz şüştərin muğam cədvəlinə müraciət etsək, yəni mən nəzərdə tuturam 19-cu əsrdə görkəmli pedaqoq Tarzən Mirzə Fərəcin cədvəlini görərik ki, bu cədvəldə 13 şöbə və güşə şüştəri təşkil edir. Əlbəttə, bu şöbələrə bəzi başqa muğamlardan da şöbə və güşələr daxil edilmişdir. Burada eyni zamanda 3 muğam da öz əksini tapıb ki, gələcəkdə o zərb muğamı çevrilmişdir. Bunlar mani, oxşarı, heydəridir. Siz bilirsiniz ki, mani şur ladına, heydəri ilə oxşarı isə şüştər ladına aiddir. Yəni, bunlar sonradan şüştərdən ayrılaraq, daha da genişlənərək, müstəqil zərbi muğamlarına çevrilmişlər. Sonraki illərdə, yəni 1925-ci ildə muğam komissiyası yarandı. Ona da böyük bəstəkarımız, musiqişünasımız Üzeyir Hacıbəyev rəhbərlik edirdi. Burada isə artıq şüştərin cədvəlində müəyyən dəyişikliklər edildi. Yəni o daha da qısaldıldı, cilalandı
kamilləşdi və Üzeyir Hacıyevin rəhbərliyi ilə burada 8 şöbə və güşə öz təzahürünü tapdı. Mən istərdim ki, onları sizə xatırladam. Əmiri, Şüştər, Şüştərək, Tərkib, yenə də Şüştər, Sarəng, Məsnəvi və Şüştərə qayıdış. Yeri gəlmişkən, mən onu da deyim ki, əvvəlki cədvəldə, yəni 19-cu əsrdə olan cədvəldə tərkib şöbəsi yox idi. Tərkib şöbəsini məhz Üzeyir Hacıyev bura daxil etmişdi. Əlbəttə, illər keçdikcə Şüştər dəstgahı da cilalanmış, kamilləşmiş, öz müstəqil formasını almışdır. Artıq Şüştərdə 5 şöbə öz əksini tapıb və bugün də, əvvəllər də müğənnilər, xanəndələr və yaxud ifaçılar, instrumentalistlər 5 şöbəni ifa edirlər. Bunlar hansılardır? Əmiri, onun ardınca gəlir maye Şüştər, sonra feili güşəsi, sonra tərkib və nəhayət yenə Şüştərə qayıdış. Bax, bu 5 şöbə ilə də bizim xanəndələrimiz Şüştər muğamını ifa edirlər. Siz bilirsiniz ki, hər bir muğam dəstgahın bərdaştı vardır. Şüştərin də bərdaştı var. Lakin Şüştərin bərdaştı başqa muğamlara nisbətən başqa təzdədir. Yəni, onun adı vardır. Burada o, əmiri adını daşıyır. Əmir də bilirsiniz ki, şərqdə hökmüdar deməkdir. Ancaq musiqi etibarilə əmiri təmtəraqlı, mərdlik intonasiyalarını özündə əks etdirir. Əmiri təkcə Şüştərdə deyil, eyni zamanda Nəvada da, Rəhabda da işlənilir. Özdə maraqlı odur ki, o muğamlarda da, eyni zamanda Şüştərdə də əmiri bir kökdə, min kökündə səsləndirilir. Əmiri öz səciyyəsinə görə kiçik həcmlidir, ona güşə kimi baxmaq olar və ona görə də onu xanəndələr qısa şəkildə ifa edirlər. Əmiridən sonra məhz maye Şüştər gəlir. Maye Şüştər öz xəsiyyəti etibarilə kövrək, qəlbi ehtizaza gətirən bir melodiya malikdir. Eyni zamanda maye Şüştər, Şüştər dəstgahının cövhəri kimi özünü göstərir. Yəni, onun özəyidir. Maye Şüştər başqa şöbələrə nisbətən daha genişdir, daha böyük həcmlidir və burada məhz xanəndə öz vokal ustalığını hər tərəfli göstərə bilir. Hörmətli tamaşaçılar, biz indi danışdığımız şöbələri istərdik ki, əyanı vasitə kimi sizə təqdim edək. Bunlar hansılar olacaqdır? Bilirsiniz ki, hər muğamda, dəstgahda mütləq olaraq instrumental giriş olur. İnstrumental müqəddimə adlanır dəramət. Və burada da biz Şüştərə məxsus olan maye Şüştər və tərkib şöbələrin intonasiyalarını eşidəcəyik. Bundan sonra əmiri gəlir. Əmridən sonra isə maye Şüştər və Şüştərlə də, təsniflə də tamamlanacaqdır bu birinci hissə. İndi eşidəcəyiniz şöbə və güşələri oxuyacaqlar Milli Konservatoriyanın müəllimi Qəzənfər Abbasov və gənc xanəndə Sevinç Sarıyeva. Çalır Azərbaycan Teleradio Verilişləri şirkətinin Baba Salahov addan xalq çalğı alətləri ansamblı. Ansamblın bədii rəhbəri Ağasəlim Abdullayevdir. Xanəndələri müşayiət edəcəkdir Tarda Ağasəlim Abdullayev, kamançada isə Mir Nazim Əsədullayev. Onu da deyim ki, Şüştərdə qəzəllər
Füzuli'nin, Seyyid Azim Şirvani'nin ve Sabir'indir. Ne çeker alem için gam ne bilir gam neymiş. O köye isimler ötüyor kalmış imiş peykani. Ah bildim sebebiyen ah dem neymiş. Cehennem diyer ehli vere var onun meclisine bil ki cehennem neymiş.
ki bir cismide bir canım var. Leyliye geç olmaşı sana bin Leyli aktarırsan yine bir aşık acem
Hörmətli tamaşaçılar, biz verilişimizin əvvəlində dedik ki, Şüştər çox zaman radioda, mavi ekranda, açıq konsertlərdə, kamançanın ifasında gözəl səslənir. Doğrudan da bu alətdə Şüştər bizim qəlbimizi ofsunlayır, bizi heyrətləndirir və muğamın kövrək cəhətlərini ifaçı bizə çatdırır. Biz bugün ona görə də istərdik ki, kamançanın ifasında da Şüştərin mahiyyəsini sizə çatdıraq. Siz bilirsiniz ki, mahiyə Şüştərdən sonra feyli güşəsi gəlir. Lakin bugün siz xanəndələrin ifasında feylini eşitmədiniz. Bu təsadüfi deyil, adətən feyli şöbəsini xanəndələr ifa etmirlər. Feyli sözünün mənası açıq, boz rəng deməkdir. Biz bu güşəni də sizə təqdim edəcəyik. Yəni, maye Şüştəri və feyli güşəsini sizə gənc kamança çalan Mehri Arif qızı Əsədullayevanın ifasında sizə təqdim edirik.
Hörmətli tamaşaçılar, biz sizə ilk şöbələri təqdim etdik. Yəni, bunlar hansılarıdır? Maye şüştər, Feyli və ondan da əvvəl Əmiri şöbəsi. İndi isə biz tərkib şöbəsini istərdik sizə təqdim edək. Tərkib şöbəsi də iri şöbələrdən biridir. Özü də iki muğamda işlənilir. Şüştərdə və Humayun muğamlarında. Başqa muğamlarda tərkib şöbəsinə rast gəlinmir. Mən bayaq dediyim kimi, tərkib şöbəsini Üzeyir Hacıbəyov şüştərə əlavə etmişdir. Tərkib şöbəsində axıcılıq, ürək yatımlıq xəssiyyəti əsas rol oynayır və müğənni, xanəndə gərək bu cəhətləri dinləyicilərə çatdırmaq imkanı yaratsın. Verilişimizin əvvəlində biz qeyd etdik ki, 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində və ortalarında şüştərdə Məsnəvidən də istifadə edirdilər. Məsnəvi ümumiyyətlə şərqdə yayılmış şeir formasıdır. Bu şeir formasından poemalarda da çox istifadə olunubdur. Lakin musiqi baxımından Azərbaycanda Məsnəvi iki çeşiddə, iki növdədir. Böyük Məsnəvi və kiçik Məsnəvi. Böyük Məsnəvi dedikdə o sərbəst ölçülü, improvizə səciyyəli bir şöbədir. Kiçik Məsnəvi isə dedikdə o dəqiq ritmə əsaslanan, bir növ zərb-i muğama yaxın olan və mahnıvariliyə yaxın olan bir şöbədir. Məsələn, Humayunda kiçik Məsnəvidən istifadə edirdilər. Və burada da biz istərdik ki, Məsnəvini sizə təqdim edək. Çünki bəzən şüşlərdə də Məsnəvini oxuyurlar. Lakin bu Məsnəvi improvizə səciyyəli bir Məsnəvidir və dəqiq ölçüsü yoxdur. O, müxtəlif ölçülərə əsaslanır.
رواdım sagi ki gami hicrile ki gami hicrile cismimde keyim var benim can senin cismi senin emri senin feil senin cümle sen bu arada ne şeyim var benim Əziz muğam severlərimiz, bugün siz Azərbaycan Xalq Musiqisinin İnciləri rubrikası ilə məşhur muğamlarımızdan sayılan Şüştər dəstgahını dinlədiniz, onun şöbələri ilə tanış oldunuz, onun kompozisiya xüsusiyyətlərini öyrəndiniz. Bununla da verilişimiz sona yetdi. Sağ olun, sağlıqla qalın.